Yeni Azərbaycan Partiyasını Zaur bəy, Ağsaqqallar Şurasının üzvü Ramiz Əmbərov istəyir hələ. Naxçıvan şöbəsinin sədri Vasif Talıbovdur. Yox. Kimdir? Kimi nə vaxt çıxartdılar onu? Yox. Biz baxın görün onu çıxarıblar ya yox. Bu baxımdan da dövlət yenidən yapılandığı bir zamanda, ifşa prosesi getdiyi bir zamanda paralel olaraq Yeni Azərbaycan Partiyası da yenilənməlidir. Partiya prezidentin adına layiq və onun siyasi kursuna layiq bir siyasi xəttin üzərində hərəkət eləməlidir. Türk ailəsini hədəf alan, dilimizə və milli köklərimizə sadiq qalan bir kurs incəndə olmalı. Şəhər Təşkilatının sədri Elman Cəfər. Şəhəri yox, Zaur bəy vilayətdən danışıram. Yap Naxçıvan Şəhər Təşkilatının sədri. Naxçıvan şəhərinin deyil, Naxçıvan vilayətindən danışıram. Elə yoxdur, elə adı ilə gedir. Onu yəqin, yox, Naxçıvan vilayət üzrə yapın sədri Vasif Talıbov idi, Zaur bəy. Şəhər üzrə yox. Orada da şəhər üzrə var, rayonlar üzrə var, o baxımdan deyirəm. Yox, Zaur bəy çıxsınlar desinlər, elə deyil də, belədir. Biz nə deyirik ki? Biz də yanlışlıq eləyə bilərik, doğrudur mu? Biz də yanlışlıqlarımızı düzəltmək istəyirik. Sözümüzü deyirik, cavab yoxdur. Deyirəm, məclis üzvləri, niyə danışmırsınız? Deyirəm, dövlət çevrilişinin həyata keçirən qurumsuz olacaqdınız, birindən səs çıxmır Zaur bəy bu ölkədə. Məsələ bu qədər ciddidir. Ona görə də mən indi nədən qorxurlar? Niyə danışmır? Zaur bəy hamısı ilişib. Birinci, burada bir çox nüanslar var. Gerçəkdən də hər bir parlamentarlar tərəfindən dəlki %100 olmasa da %90, 80, 3-2 tərkibdə parlamentar tərəfindən danışıqlar aparılıb ki, belə bir hal olsa siz yəni ölkənin parçalanmasına, dağılmasına deyil, bütünlüyə səs verərsinizmi? Yəni bütünlüyün də lideri Ramiz Əmbərovdur. Danışıqlar aparılıb. Ola bilsin ki, bəzilər deyib ki, mən Bakda danışmıram, ciddi məsələdir. Amma bilirsən axı, dövlətə sən bilgi verməliydin ki, mənə belə təkliflə çıxanlar var. Cinayəti sən eşitmirsən, sənə təkliflər olun, mən deyirəm, razılaşmamısan. Dövlət qurumlarına xəbər vermirsən, bilgi vermirsən, yox. Veribsənsə, qalx açıqlama ver. Deyirəm, mənə çıxmışdılar, mən bununla bağlı xüsusi xidmət orqanlarına bilgi vermişəm. Veribsənsə, mərd oldu, açıq-açığına danışdı. Axı, tövməz onun üstə sənin üstündədir. Gizlənənməzsiniz heç biriniz.